Və bu cür qəlb, bax, həm özü ilə Rəbbi arasında olanı təmizləmiş, həm insanlarla özü arasında olanı təmizləmiş qəlb, elə bir qəlbdir ki, deyir, elə bir xeyirli bir qəlbdir ki, həmən o qəlbdən deyir, növbə-növ xeyirlər fantan kimi fışqırır. Fışqırır, xeyir, ancaq o qəlbdən xeyir çıxır. Oradan deyir, xeyirli bulaqlar sanki axır. Xeyirli bulaqlar, növbə-növ bulaqlar. Və Allah Azza və Cəllə onu, yəni bu cür nemətlərlə nemətləndirir. O qəlbdən ancaq davamlı bir şəkildə, bax, bu cür xeyirlər hasil olur. Sonra deyir ki, وَلَا غِلَّ وَلَا حَسَدْ və o qəlbdə kin, nifrət və həsəd yoxdur. Həqiqətinə deyir, həqiqətinə baxsaq, həmən bu qil və həsəd, kin, nifrət, həsəd, paxıllıq əslində bir çirkab yerindədir. Zibildir elə bir ki, artıqlıqdır. Qəlbdə olan çirkablardır. Qəlbdə olan artıq o atılacaq olan şeylərdir, zibillərdir. Mütləq nə etməlidir insan? Onu qəlbindən çıxartmalıdır. Yaraşmaz ki, deyir, möminin qəlbində o cür çirkablar qalsın. Nətər ki, sən istəmirsən evində çirkablar qalsın, nətər ola bilər ki, qəlbində çirkabların qalmağına razı olasan? Evi tərtəmiz edirsən, yerivi, yatağıvı, döşəyivi, paltarıvı, ayaqqabı, corabıvı, hər şey par-par, tərtəmiz, gül kimi. Amma qəlbin ifunət, çirkab. Nədir oranı ifunət eləyən? Nədir oranı çirkləndirən? Həsəd, paxıllıq, kin, nifrət, pisliklər. Bax, bunlar Allaha qarşı olan günahlar, qullara qarşı olan günahlar. Bunlar insanın qəlbini nə edir? Bax, bu cür çirkləndirir. Ona görə də insanların Allah qatında ən üstün olanı, bax, qəlbini bu şeylərdən təmizləyən insandır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məxmumul qəlb, saduqul lisan. Dili doğru danışan, yalan danışmır. Qəlbindəki təmizdir, haqdır, dilindəki də haqdır, düz danışır. Eyni zamanda qəlbi nədir? O pisliklərdən də təmizdir. Qəlbin salamat olmağının nə qədər mühüm olmasına bax. Şuara surəsi 89-cu ayədə Allah Azza və Cəllə buyurur ki, İllə mən ətəllaha bi qalbin səlim. Ancaq salamat qəlblə gələndən başqa. Salamat qəlb. Salamat qəlb, bax, bu qəlbdir. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem dualarında, bax, qəlbinin təmizlənməyini istəyirdi Allah Azza və Cəllə. Allahın Rəsulü Muhammed sallallahu aleyhi ve sellem dualarında Allahdan istəyirdi ki, qəlbini təmizləsin. Bax, özdə burada bir dənə əzəmətli dua var. Namaza aid bir duadır, bax. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem rükudan qalxanda Rabbana və ləkəl həmd demirik. Səmiyallahu limən həmidə. Əlavə olaraq da, bax, Peyğəmbər sallallahu aleyhi ve sellem bəzən deyərdi ki, Allahümmə tahhirni bittəlci vəl-bərad vəl-mə'il bərid. Allahümmə məni deyir, buzla, doluyla, qarla və soyuq suyla təmizlə, paklaşdır. Allahümmə tahhirni minəz-zunubi vəl-xataya kəmə yunəqqəs-səvbul əbyadu minəl-vəsəx. Ağ paltar, ağ köynək, çirklərdən, kirlərdən təmizləndiyi kimi, məni də xətalardan, günahlardan, bax, o cür təmizlə. İstiftah duasında var bu. Amma rükudan qalxanda, məsələn, çoxumuz bilmirik. Eləmək lazımdır, bax, bu duaları. Necə ki, deyir, ağ paltar çirklənir və sonra ağ paltar, yəni eyni zamanda təmizlənir. Eləcə də qəlbin də, bax, bu cür təmizlənməyə ehtiyacı var, qardaşlar. Subhanallah lazım. Ola bilməz ki, sən ağ paltarı 3 gün, 5 gün dalbadal giyinəsən, o elə təmiz qalsın. Batır, qardaş, valla batır. Nə qədər qoruyursan, qoru, bir də baxsan ki, batır. Gör, sənin qəlbin nə qədər batır. Qəlb nə qədər kirlənir. Qəlbə gör nə qədər qara nöqtələr düşür. Hədisdə də gəlir, qul bir günah etdikdə onun qəlbinə qara nöqtə düşür. Qara nöqtə düşür. Qara nöqtə pak, ağ, təmiz bir qəlbdə daha aydın bilinir, düzdür? Və sonra, əgər sən günahlara davam eləsən, tövbə eləməsən, o qara nöqtə silinir, o heç, paklanır. Amma tövbə eləməsən, günahlardan istiğfar eləməsən, o qara nöqtələr o qədər çoxalır ki, artıq qəlbi bürüyür. Qəlb artıq möhürlənir. Allah qorusun. Ondan sonra artıq da nə günaha fikir verir, nə bir şey.
İstanbulun yağışdan nə qorxsa, onun kimi bir şey olur. Heç bir hissiyat da olmur. Artıq heç günah eləyəndə hiss eləmir. Adi. Heç vecinə də olmur. Böyük günahlar eləyir hətta. Ona görə deməli nədir, qardaşlar? Biz bilməliyik ki, bu qəlb kirlənir, qəlb ləkələnir. Onu daim üstündə çalışmalısan, daim təmizləməlisən, daim məşğul olmalısan. Nətər ki, bax, paltarı gün aşırı dəyişirsən, təmizləyirsən, o birisi, bu birisi yuyursan. Qəlbi də o cür üstündə işləməlisən. Sənin qəlbin istisna deyil ki, yox, başqalar qəlblərini təmizləsin, mənim qəlbim 10 ildə bir dəfə bir dənə Allahım mənə bağışlayanda yox, hər gün, gündə Peyğəmbər sallallahu əleyhi və səlləm gündə 100 dəfə istiğfar edir. 70 dəfə istiğfar edir. Və imanı deyir ki, köynəyin deyir, sizdən birinizin köynəyi köhnəldiyi kimi iman da elə köhnəlir. İman harda olur? Qəlbdə. Qəlbdə olan o köynək sanki nə olur? Köhnəlir, cırıq-cırıq. Ləkə-ləkə. Daim üstündə işləməlisən. Daim üstündə işləməlisən, onu daim təmiz saxlayasan. Paltarığı təmiz saxlamaqdan daha çox ona inayət göstərməz, ona diqqət göstərməz. Ora çünki aləmlərin Rəbbinin baxdığı yerdir, düzdür? Həsəd, qeybət, paxıllıq, özünü bəyənmişlik, ego. Bunları hamısını eləməsə söküb atmalısan oradan. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin deyir, Şəddad ibn Avs radiyallahu anhu öyrətdiyi bir dua var. İzə iktənəzən nəsu dənənirə və dərahim fəkniz həuləil kəlimət. İnsanlar deyir, dirhəm, dinar yığdıqları zaman, qızıl və gümüş pullar yığdıqları zaman, sən deyir, bu kəlmələri yığ deyir. Sən deyir, bu kəlmələri yığ. Burada deyir, həmən bu hədisdə, Peyğəmbər sallallahu əleyhi və səlləm öyrətdiyi bu hədisdə, bu duada, ikisini də cəm eləyir. Həm qəlblə olan məsələlər, həm dillə və qəlbin təmizliyi ilə olan məsələlərini cəm eləyir. Bax, deyir ki, fəkniz həuləil kəlimət. Bu kəlmələri deyir, sən yığ, topla. Hansı kəlmələrdir? Bax, Allahümmə inni əsəlükə səbətə fil əmr. Allahım, mən işlərimdə sabitlik istəyirəm səndən. Vəl-əzimətə alər-rüşd. Doğru yol üzrə, doğru əməl üzrə səndən əzimkar olmağı istəyirəm. Yəni, davamlı. Və əsəlükə mucibəti rəhmətik və əzəimə məğfirətik. Və səndən sənin rəhmətini, məğfirətini, yəni bağışlamağı vacib eləyən, onu gətirən, cəlb eləyən şeyləri istəyirəm. Və əsəlükə şükrə ni'mətik və husnə ibadətik. Və səndən sənə gözəl ibadət etməyi, sənin neymətləri və şükr etməyi istəyirəm. Və əsəlükə qalbən səlimən. Bax, fikirdə burada şəhid hissəsi gəlir. Və səndən salamat qəlb istəyirəm. Və lisənən sadiqan. Və doğru danışan dil istəyirəm. Fikir ver. Səndən salamat qəlb və doğru danışan qəlb istəyirəm. Və əsəlükə min xeyri mə tə'ləm. Bildiyin xeyri səndən istəyirəm. Bildiyin xeyirləri. Və əuzu bikə min şərri mə tə'ləm. Və bildiyin şərlərdən sənə sığınıram. Və əstəğfirukə limə tə'ləm. Və bildiyin şeylərdən sənə bağışlanma diləyirəm. Allah bizim bütün günahlarımızı bilir də. Yəni, bildiyin o bütün günahlardan sənə bağışlanma diləyirəm. İnnəkə əntəl-əlləmul quyub. Çünki sən həqiqətən qeybləri bilənsən. Ən yaxşı bir şəkildə bilənsən. Bütün qeybləri. Bax. Burada heç nə tərk etmədi Peyğəmbər sallallahu əleyhi və səlləm. Bildiyindir, bütün xeyirləri istəyirəm səndən. Yəni şübhəsiz ki, mənim üçün xeyir olan. Bildiyim bütün şərlərdən sənə sığınıram. Və bildiyin bütün günahlardan da sənə bağışlanma diləyirəm. O sonra deyir, sən qeybləri bilənsən. Mənim elədiyim elə bir günah yoxdur ki, sən onu bilməyəsən. Hamısından bağışlanma diləyirəm. Bütün şərlərdən sənə sığınıram. Bütün xeyirləri də səndən istəyirəm. Heç nə qalmadı. Bütün xeyirləri istədin. Bütün şərlərdən Allaha sığındın. Bütün günahlarından da Allahdan bağışlanma dilədin. Salamat dil və salamat qəlb istədin. Gör, necə əzəmətli bir duadır bu. Şəddad ibn Avs radiyallahu anh öyrədi Peyğəmbər sallallahu əleyhi və səlləm bunu.